Xəbər verdiyimiz kimi Gəncədə 17 yaşlı piyada yol qəzasında ölüb. APA bildirir ki, hadisənin bəzi təfərrüatları məlum olub. Məlumata görə, hadisədən əvvəl 2008-ci il təvəllüdlü Əziz Qurbanov Vaz 2107-nin sürücüsü, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Vəli Fərzəliyevlə ad şərtidir, mübahisə edib. Mübahisədən sonra Əziz Vəlinin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib. Əziz Qurbanov hadisə yerindən uzaqlaşsa da, Vəli Fərzəliyev Vaz 2107 ilə onu qəsdən vurub. Ağır xəsarət alan Əziz xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Məlumata görə 17 yaşlı Əziz Qurbanov hadisə baş verən gün Vəli Fərzəliyevin avtomobilini qaçırıbmış. Əzizin atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir. Hadisədən sonra Vaz 2107-nin sürücüsü polisə təslim olub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.